Şatmada 4 otaqlı ev düşübdür. Ayın 19-u köç yığılmalıdır, 20-si köçməliyik və gəlmişik evə baxmağa. Evin nə yerdə olmanı və yaxşı ki, gəlib baxmışıq. Çünki bir xəstə anam 3 uşağım bu şəraitə gəlib burada heç bir şey hazır olmayan bir şəraitdə qalmaq qeyri-mümkündür. Bugün burada dam hazır vəziyyətdə deyil. Bu əlavə olunubdur. Burada damı, bu ev tikilinə əlavə ediblər. Bu pilləkəndən bu turbalara qədər olan yeri əlavə ediblər. Hamam tualet ediblər. Yuxarı damı elə nətər gəldi birləşdiriblər. Yuxarı hissəsi gördüyünüz kimi heç bir iş görülməyib, heç olmayıb. Bu qıraqdan 5 sm, 6 sm qalınlığında fistəşka beton veriblər. Çünki evə nəmişlik olmasın, su dammasın. Bu indidən qırılıb gedir. İçərinin vəziyyəti, bu tok sistemi. Pol, köhnə erməninin polu, erməninin çəkdiyi pol. Burada pol qarın veribdir, əyilmə var. Yəni, bu cür şəraitə, baxın, bu ermənidən qalan dəmirdir. Ermənidən də qalan poldur. Burada pol nəm su içində. Köhnə, yəni çürümüş taxtalar. Çürümüş taxtalar. Burada pol qarın veribdir. Buradan da bu tərəfi dəmir stoyka verib saxlayıblar ki, polu aşmasın. Polun dərinliyinə baxın. Bunun heç bir atması falan, heç bir şey yoxdur. Köhnə, yəni qalmış evdir, suyun yağışın altında indi üstün bir tər bağlayıblar. Bu polu da ki, baxın. Yəni buradan indi çəkirəm, qarın verib əməlli aşağıya. Telefonda ola bilər ki, hiss olunmasın. Və turbalar da burada. Baxın. Bu pollar hamısı bu çoxdanın. Bəlkə də bir 32 il, bir 30 ildə o tərəfə. Bəlkə 50-60 ilin pollarıdır. Yəni, böyük əksəriyyətdə çürümüş vəziyyətdədir. Bu su sistemi, su yoxdur. Su çəkilib bilinmir ki, bu turba hardan gəlir. Yerin altından girib o tərəfdən çıxıb. Bilinmir ki, bu su hardan gəlir bura. Bu gəlir, buradan çıxır bu şılanq. Bu bilinmir ki, bu su hardan gəlir, hara girir, hara çəkilib, nətərdir. Evin arxa hissəsinin damı da, yuxarısı da eyni vəziyyətdədir. Yəni, heç bir iş görülməyibdir. Yuxarı damda, qabaqdakı kimi pis bir vəziyyətdədir. Yəni, bunun sabahları yağışı qarı var. Bu bilinmir ki, bu evə su verəcək, verməyəcək. İndi içəri tərəfini göstərəcək. İçəri tərəfinə də baxıb özünüz haqq verərsiniz. Bax. Sonradan artırılma bir şeydir. Bunu artırıblar. Bunu artırıblar. Artırandan sonra da bax, bu tərəf calaqdır. Oradan görürsünüz, dam calaqdır ora. Yəni, o bütöv bir dam gəlmir. Bunu təzədən calaq ediblər, bax, bu hissəni. Bax, o calaq hissəsində sizə göstərim. Bax, bu hissə sonradan tikilmədir. Bu tərəf əvvəlki olan hissədir. Baxın, bu tərəf sonradan calanır.
Və plus da buradan köhnə nə bilim qaz şeydi, sos burada qoyublar. Burada da fikir versəniz taxtalar yanmışdı. Baxın, yanmış taxtalar. Bunun nə keyfiyyəti olacaq? Sabah bu hansı qarı yağış üstündə saxlayacaq. Sonra hamam tualet. Hamam tualet heç bir şey hazır deyil. Nə kanalizasiya sistemi, yəni axıb getmək üçün. Nə trap sistemi, nə işıq sistemi, heç bir şey. Hamısı köhnə şeylərdir, işlərdir. Bu artırmanı da heç bəlkə bunlar eləməyib. Bir erməni elədiyi artırman. Yəni bu kafellərdə inanmıram ki, bunlar eləsin. Çünki bu kafellərin qıraqları hamısı soyulur gedir. Yəni bu təzə remont olunan evdə bu soyulmamalıdır. Bunların hamısı, yəni qıraqları hamısı soyulur gedir. Keçək içəri məsələsinə. Bu evin erməninin vurduğu laminatdır, bax bu gördüyünüz. Bu bunun xunası, ara kəsməni deyirlər alçıpanla. Bu bunun xunası, baxın. 20'si, yəni bu ailə gəlib burada hara yığışsın? Gəlib burada neynəsin? Nə iş görsün bu ailə burada? Baxın. Köhnə poldur. Bax, bu polun bu hissəsi aşağıdan çəkdiyim. Oturan hissəsi buradır. Bax, bura çökübdür. Bax, bura çökübdür. Baxın. Burada nə iş görülür ki? Bura nə ailə köçəcək? Bura hara yığışacaq? Baxın, bu erməninin vurduğu poldur. Ya indi 32 il bundan qabaq olan poldur. Çünki bu pol təzə pol deyil. Bu pol çökübdür. Bunun təzədən bu dəyişilməyəndən sonra bu polun üstündən yalandan parketi şeyi vurur. Nədir? Parketi vurur, deyir ki, təhvil verdi. Bunun yuxarısında da hamısı bu erməninin vurduğu şeylərdir. Burada təzə heç bir şey yoxdur. Baxın, bu fənərkə kimi nazik şeylərdir. Bu erməninin vurduğudur. Baxın, bunun pəncərələrin aralarına baxın, məsafələrinə baxın. Yəni bu boyda pul ayrılır bura, amma burada ortada heç nə yoxdur. Baxın. Əyri, pol əyri. Nə kombi sistemi yox, nə bir şey yox, xət çəkilib, heç nə yox. Və köhnə taxta, çöldən bunu, dəmirin heç bir şeyini dəyişmişlər. Hamısı yerində. Bunlar sınıq-sınıq. Bu burada nəyi təhvil verəcək? Baxın, atmaya baxın. Bu yanıbdır, his olub, pas olub, nədir? Bax, çürüyüb, bu tərəfi yox. Bu atma hansı qarı sabah qar yağsa, eləsə buranı nə saxlayacaq buranı? Baxın, yuxarı üstünə çorlu pol vurmur. Erməninin kraska vurduğu köhnə poldur. Bunun üstünə alçıpan vurub verir. Yəni buradan, bu evi bəlkə də heç bunlar əl gəzdiməyib. Bu evi bəlkə də elə erməni remont eləyirmişdi. İndi sökür çıxardıb, gedəndə hər şeyini götürüb aparıbdı. Baxın. Baxın, bu pəncərə vurulur. Bunun yarısı plastik qoyulub, yarısı taxta qoyulub. Burada nətər gəlib yaşaya bilərsiniz? Yəni bir haqqına bir deyin görün, burada nətər yaşaya bilərsiniz? Burada hansı Qaşqın.com-un hansı nümayəndəsi gəlib ailəsini götürüb, gəlib burada yaşaya bilər? Yəni gəlsin burada 2 gün, 5 gün, 10 gün yaşasın, mən heç bir remontunu istəmirəm. Kim gəlib burada yaşaya bilər? Xəstə qadınla, uşaqla, ailə ilə. Yəni bildiyiniz bir abırçılıqdır. Cəmaatın da qabağına, cəmaatı da belə qorxuzurlar ki, atqaz eləsəniz, siz qara siyahıya düşürsünüz, 3 ildən sonra bir də sizə ev veriləcək. Ya başqa aparıb hansısa kəndlərə veriləcək. Sən niyə başqa kəndə verirsən ki? Cəmaatın da gözünü elə qorxuzurlar. Püşkatıbdır, 16 evi püşkatıma düşüb, 16 evi seçibdir. İndi fikirləş, 17'si gəlmişik, buranı görmüşük, 19'u köç hazır olmalıdır, maşın hazır olmalıdır ki, 20'si bura köç gəlsin. Baxın, cəmaatı belə alladırlar. Və bir də bir şey bilin ki, bu cəmaat təzədən bir dəfə də qaşqın düşür. Sıfırdan gəlib burada başlayır, həyat başlayır.